Diferensial təlimə. Deməli, diferensial yanaşma nədir? Diferensial yanaşma şagirdlərin fərqliliklərini, müxtəlifliklərini, maraqlarını nəzərə alaraq yanaşmadır. Çünki sinifdə 20 dənə şagird olur, 30 şagird olur. Yəni müəyyən sayda şagird olur və bu müəyyən sayda şagirdlərin hər birinin fərqlilikləri var, hər birinin müxtəlif hissləri var, hər birinin müxtəlif maraqları var və biz təlimi onların belə deyim, maraqlarına, istəklərinə, fərqliliklərinə, xüsusiyyətlərinə uyğun olaraq qurmalıyıq. Və biz bunu əgər bacarırıqsa, deməli diferensial yanaşmanı yerinə yetirmiş oluruq. Təlimdə diferensiallığı qorumuş oluruq və belə deyək də, diferensial yanaşma ilə bağlı olan bəzi səhvlər var ki, müəllimlər müəyyən təsəvvürlərində müəyyən şeylər canlandırırlar və bu zaman səhvlər eləyirlər. Məsələn, necə? Sinifdə bir neçə fəaliyyəti yerinə yetirməkdir ki, müəllim sinifdə bir neçə fəaliyyəti yerinə yetirir və bununla da elə fikirləşir ki, diferensiallığı qorumuş olur. Xeyr, müəllim sinifdə bir neçə fəaliyyətin yerinə yetirilməsi diferensiallığı qorumur. Müəllim sinifdə şagirdlərin əgər hər birinin marağını və xüsusiyyətlərini nəzərə alırsa, onda diferensiallıq qorunmuş olur və yaxud da ki, deyək ki, tapşırıqlar daimi olaraq çətin səviyyəli hazırlanır, bu zaman da diferensiallıq qorunmur və yaxud da tapşırıqlar daimi olaraq asan səviyyəli tapşırıqlar verilir şagirdlərə, bu zaman da diferensiallıq qorunmur. Yəni dediyimiz kimi, başlıq giriş hissədən bəhs edirik, bu hissədən və başlıq giriş hissədən bəhs edirik ki, diferensiallıq nə oldu? Şagirdin fərqliliklərini, maraqlarını, müxtəlif xüsusiyyətlərini nəzərə almaqdır. Əgər müəllim bu xüsusiyyətləri nəzərə almırsa, deməli bu zaman nə edir? Səhvlərə yol verir. Bəs baxırıq biz diferensial təlimi necə həyata keçirdə bilərik? İlk öncə buna baxırıq. Müəllim diferensial təlimi həyata keçirmək üçün ilk öncə şagirdlərin əvvəlki bilik və bacarıqlarını qiymətləndirir və fərdi təlim məqsədlərini nəzərə alır. Baxın, əvvəlki bilik və bacarıqlarını qiymətləndirir və fərdi təlim məqsədlərini nəzərə alır və bir müəllim əgər bunları eləyə bilirsə, diferensiallaşmanı qoruya bilir. Yəni şagirdin hansı səviyyədə olduğunu qiymətlərindən bilə bilir və şagirdin hansı maraqlarının olduğunu müəyyən eləyə bilir. Bundan sonra diferensiallaşmanı, yəni hər bir şagirdə fərqliyini, hər bir şagirdin marağını bildikdən sonra, onlara istədiklərini bildikdən sonra təlimi buna uyğun qurur və diferensiallığı təmin etmiş olur. Bundan əlavə diferensiallığı reallaşdırmaqdan ötürü, yəni həyata keçirmək üçün şagirdin müxtəlif xüsusiyyətlərini də bilmək lazımdır. Bunlardan birincisi şagirdin marağıdır. Yəni hər bir müəllim şagirdi maraqlandıran sahəmi, mövzuları müəyyənləşdirməlidir. Və burada gördüyümüz kimi şagirdin marağını müəllim diferensial təlimi qurmaq üçün, həyata keçirmək üçün şagirdin marağını bilməlidir. Ondan sonra şagirdin hal-hazırdakı hazırlıq səviyyəsini bilməlidir. Yəni şagird indi hal-hazırda hansı vəziyyətdədir, yəni nəyi öyrənib və nəyi öyrənməlidir, gələcəkdə nəyi öyrənməli olduğunu bilməlidir müəllim. Və şagirdlərin öyrənmə tərzlərini bundan əvvəl izah etdiyimiz formadakı öyrənmə tərzini əgər bilirsə, müəllim şagirdin maraqlarını qorumuş olur. Yəni şagirdlərin məzmununu hansı yolla daha yaxşı öyrənməsini müəllim bilirsə, deməli təlimdə diferensial təlimi həyata keçirmək rahatlaşır, asanlaşır. Dediyimiz kimi, bir də qısalaşdıraq, başa qayıdaq. Deməli, diferensial təlimi həyata keçirmək üçün müəllim şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməlidir, fərdi təlim məqsədlərini nəzərə almalıdır və şagirdlərin xüsusiyyətlərini bilməlidir. Baxın, hər bir şagirdin xüsusiyyətlərini nəzərə alırsa müəllim, onda diferensial təlimi həyata keçirmək olar. Bəs diferensial təlimin dərsin özündə, dərsin müddətində bir neçə komponenti öz əksini tapır. Deməli, həmin komponentlər hansılardır? Birinci baxırıq komponentlərdən birinci olan məzmuna. Yəni, şagirdə ötürülən informasiyadan söhbət gedir məzmunda. Bax, dediyimiz kimi, hər bir şagird eyni olmur. Onların öyrənmə tərzləri də fərqli olduğu kimi, onların qavrama səviyyələri də fərqli olur. Yəni, hər bir şagird eyni qavramaya malik olmaya bilər. Müxtəlif qavrama səviyyələrinə malik ola bilər. Və müəllim onlara məzmunu öyrədən zaman, onların hər birinin, belə deyək, xüsusiyyətlərini nəzərə almalıdır, hər birinin səviyyəsini nəzərə almalıdır və dərsi şagirdə ötürən zaman, informasiyaları şagirdə verən zaman və tapşırıqları şagirdə verən zaman Bloom idrak taksonomiyasından istifadə eləməlidir. Bloom idrak taksonomiyasının mərhələlərinə uyğun olaraq dərsdə olan tapşırıqları verməlidir və dərsi ona uyğun qurmalıdır ki, deyək ki, aşağı qavramaya malik olan şagirdlər xatırlamaq, anlamaq və tətbiq etmək mərhələsinə aid olan tapşırıqları işləyə bilirlərsə, öyrənə bilirlərsə, yuxarı səviyyəyə malik olan şagirdlər isə təhlil etmək, dəyərləndirmək və yaratmaq mərhələsinə aid olan tapşırıqları işləyə bilsinlər. Yəni, biz hər bir şagirdin qavramasına uyğun olaraq məzmunu, dərsi buna uyğun qurmalıyıq ki, diferensiallığı təmin eləmiş olaq. Əgər müəllim bu formada həyata keçirmirsə dərsi, onda diferensiallığı təmin eləmiş olmur. Yəni, deyək ki, müəllim verdiyi tapşırıqlar daimi olaraq ya çətin səviyyəlidir, ya da daimi olaraq asan səviyyəli tapşırıqlar olursa, burada müəllim diferensial təlimdə olan məzmun komponentini yerinə yetirməmiş olur. Deməli, keçirik ikinci hissəyə.
komponentlərdən ikincisi nədir? Bu dərs zamanı differensial təlimdə olan komponentlərdən ikincisi prosesdir. Proses nədir bəs? Proses dərsin şagirdlər üçün düzgün qurulmasıdır. Bax, bundan əvvəlki hissədə yenə demişdik ki, müəllim xüsusiyyətləri nəzərə almalıdır. Yəni, hər bir şagirdin özünə məxsus intellekti və öyrənmə tərzi var. Müəllim dərsin prosesini quran zaman, dərs zamanı, proses həyata keçirilən zaman hər bir şagirdin intellektini və özünə məxsus intellektini və öyrənmə tərzini nəzərə alaraq dərsi buna uyğun qurmalıdır. Məsələn, deyək ki, dərs sinifdə daimi olaraq müəllimin qrup iş işlətməyi və yaxud da fərdi iş işlətməyi və yaxud da deyək ki, tapşırıqları daimi olaraq təqdimat halında istəməyi və yaxud da ki, tapşırıqları daimi olaraq deyək ki, şifahi formada istəməyi və yaxud da daimi olaraq esse formasında istəməyi burada prosesin düzgün aparılmadığını göstərir. Yəni müəllim təlimdə differensial təlimdə proses zamanı düzgün eləmir, amma müəllim differensial təlim zamanı, proses zamanı belə deyək ki, hər bir şagirdin özünə məxsus intellektini nəzərə alsa, onların öyrənmə tərzlərini nəzərə alsa, deyək ki, hər bir şagird üçün sinifdə məsəl üçün daimi olaraq bir iş formasından yox, digər iş formalarından və müxtəlif iş üsullarından istifadə edərək hər şagirdin fərqliyini, onların maraqlarını nəzərə alaraq dərsin prosesini, dərs fəaliyyəti zamanı, dərsin gedişatını müxtəlif formalarda qursa, hər bir şagirdin intellektinə və öyrənmə tərzinə uyğun qursa, bu zaman differensiallığı təmin eləmiş olur. Keçirik üçüncü hissəyə. Üçüncü hissə nəticədir. Deməli, üçüncü hissədə şagirdlərin əldə etdiyi bilik və bacarıqlar nəzərdə tutulur. Yəni, nəticədə şagirdin dərsin sonunda məzmunu mənimsədiyinin göstəricisidir. Məsələn, ola bilər ki, bu zaman şagirdlər hər hansısa biri esse yazmağı sevsin. Yəni, dərsin tapşırığı zamanı o insan, şagird belə deyək ki, cavabları esse formasında bizə təqdim eləməyi sevir. Deyək ki, layihələr formasında, hesabatlar formasında və yaxud da digər hər hansı bir şifahi formada təqdim eləməyi sevirsə, müəllim tapşırıqları evə verən zaman, yəni nəticələrdə tapşırıqların hazırlanmasını, şagirdlərdən deyək ki, onların istəklərinə uyğun olaraq hazırlanmağını tələb eləyə bilər. Yəni, imkan yaratmalıdır ki, müəllim, şagirdlər hansı formada nəticəni təqdim eləmək istəyirlərsə, həmin formada nəticəni təqdim eləsinlər. Yəni, şagirdlər istədiyi formada nəticəni təqdim eləməyini, müəllimin icazə verməyi, müəllimin buna şərait yaratmağı, yəni differensiallığı qorumağa deməkdir, differensial yanaşmağa deməkdir hər bir şagirdə. Sonra nəticə haqqında dedik. Sonra keçirik digər hissəyə. Digər hissə qiymətləndirmədir. Baxın, qiymətləndirmə dördüncüsü və sonuncusudur, deyək ki, təlimdə differensial təlimin komponentlərindən. Deməli, differensiallıqda dördüncü qiymətləndirmə oldu. Qiymətləndirmə nədir bəs? Formativ və summativ qiymətləndirmə nəticəsinə uyğun olaraq sinifə ümumi rəy bildirmək əvəzinə müəllim hər bir şagirdə hər biri ilə bağlı konstruktiv rəy verməlidir. Yəni, konstruktiv əks əlaqə qurmalıdır. Konstruktiv rəy dedikdə düzgün, yerində, aydın və belə deyək də hər bir xüsusiyyəti nəzərə alaraq verilən rəydən söhbət gedir burada. Konstruktiv rəy hər bir şagirdə fərqli-fərqli tək-tək verilməlidir və ümumi olaraq verilməməlidir. Biz burada hər bir şagirdin özünə uyğun olaraq rəy veririksə, hansı çatışmazlıqlarını və üstün cəhətlərini vurğulayıb deyiriksə, deməli biz burada differensial təlimə, differensiallığı belə deyək qorumuş oluruq. Differensial təlimə belə deyək, xüsusiyyətlərini həyata keçirmiş oluruq biz bu dediklərimizdə. Deməli, burada qısalaşdıraq, bir dənə əvvəldən baxaq. Deməli, differensial yanaşmanın komponentləri hansı oldu? Oldu məzmun, ondan sonra proses, nəticə və qiymətləndirmə və müəllim burada özünüz baxarsınız evdə mütləq formada ənənəvi yanaşma və differensial yanaşmadakı fərqlərə. Biz differensial yanaşmadakı fərqləri vurğuladıq ki, məzmun öyrədilən zaman hər bir şagirdin məzmunu öyrənməsi üçün Bloom idrak taksonomiyasının belə deyək, tapşırıqlarının mərhələlərinə uyğun olaraq tapşırıqlardan istifadə etmək lazımdır. Bundan əlavə proses zamanı hər bir şagirdin marağına uyğun olaraq prosesi tənzimləmək lazımdır, onların intellektinə və öyrənmə tərzlərinə uyğun prosesi tənzimləmək lazımdır. Nəticə zamanı onların nəticələrini istədikləri formata təqdim eləmələrinə şərait yaratmaq lazımdır. Qiymətləndirmə zamanı isə konstruktiv, düzgün əks-əlaqə rəyi verilməlidir ki, şagirdlər öyrəndiklərinin nə dərəcədə, hansı səviyyədə olduqlarını və inkişaf elətdirməli hissələrin nələr olduqlarını ayrıca olaraq bilsinlər. Bu da oldu komponentlər olan hissə. Keçirik differensial təlimin hansı üstünlüklərinin olmağına. Deməli, differensial təlimdə 3 dənə üstünlük var. Bunlar hansılardır? Tədqiqatlar göstərir ki, differensial təlim yüksək qabiliyyətli şagirdlərlə yanaşı əlilliyi olan şagirdlər üçün də effektivdir. Yəni, müəllim hər bir şagirdin fərqliyini, xüsusiyyətlərini nəzərə alırsa, yəni bu zaman əlilliyi olan şagirdlər üçün də differensial təlimin effektiv olduğunu biz görə bilirik. İkinci hansıdır bəs? Materialı
necə öyrənə biləcəklərinə dair daha çox seçim verdikdə onlar öz öyrənmələri üçün məsuliyyəti daha çox hiss eləyirlər. Deyək ki, biz hər bir şagirdə differensial yanaşırıq. Yəni dediyimiz kimi sinifdə şagirdlərin öyrənmələrinə, hansı səviyyədə necə öyrənmələrinə, yəni proses zamanı nələri öyrənmələrinə və necə öyrənmələrinə şərait yaradırıqsa, bu zaman şagirdlərin özü öyrəndiklərini, öz seçdikləri xüsusiyyətlərə görə, öyrəndiklərinə görə onlarda məsuliyyət hissi də artmış olur. Üçüncü hissə nədir bəs? Deyir, müəllimlər öyrənmə prosesini şagirdlərin təlim ehtiyaclarına görə təşkil etdiyindən siniflərdə daha çox nizam-intizam problemlərinin olduğunu müşahidə edilir. Daha doğrusu nizam problemlərinin olduğu müşahidə olunur və şagirdlərin əvvəlki öyrənmə ilə daha çox məşğul olurlar. Yəni şagirdlər öyrənmədə daha çox məşğul olurlar. Bu nədir? Deməli, hər bir şagirdin müəllim təlim ehtiyacını nəzərə alırsa, differensial təlim üçün biz deyirdik ilk öncə nə lazım idi? Qiymətləndirmə və onların təlim ehtiyaclarını nəzərə almaq lazım idi. Əgər hər bir müəllim onları qiymətləndirir və onların təlim ehtiyaclarını, yəni şagirdlərin təlim ehtiyaclarını nəzərə alırsa, bu zaman təlim ehtiyacları üçün çalışan şagird nizam-intizam problemləri onda az olur. Yəni öz təlim ehtiyacı üçün çalışdığı üçün onda nizam-intizam problemi az olur və öyrənməklə daha çox məşğul ola bilirlər. Bu da ki, differensial təlimin gətirdiyi üstünlüklərdən biridir. Yəni üstənəsidir daha doğrusu. Keçirik digər hissəyə. Diferensiallaşma və scaffoldingin əlaqəsinə. Deməli, diferensiallaşma və scaffolding demək olar ki, bir-birinə oxşuyur, demək olar ki, eynidirlər, amma hər ikisində müxtəlif, belə deyək də, hissələr də var. Bunlara baxacağıq ki, nədir? Deməli, ilk olaraq baxırıq başlıq hissəyə. Deyir, effektiv diferensiallaşdırılmış tədris proqramı şagirdlərin yaxın inkişaf zonası daxilində onların təlim ehtiyaclarına cavab verən və smart məqsədləri olan yüksək keyfiyyətli tədris deməkdir. Yəni, buradan da görürük ki, effektiv diferensiallaşma yaxın inkişaf zonasının, belə deyək, aid olan bir şeydir. Yaxın inkişaf zonasına aid olan bir xüsusiyyətdir və təlimdə diferensiallaşma dediyimiz kimi scaffoldingə də oxşuyur. Belə ki, hər ikisinin məqsədi nədir? Hər ikisinin məqsədi şagirdi eyni təlim nəticəsinə çatmağa nail olmaqdır. Yəni şagirdi ikisi də hədəfə çatdırmağa çalışır. Həm diferensiallıq, həm diferensiallaşma, həm də ki scaffolding. Amma bu iki yanaşmanın fərqliliyi də var. Hansı fərqliliklər var bu iki yanaşmanın? Deməli, diferensial yanaşma dərs prosesində olur və scaffolding isə bütövlükdə tədris prosesində olur. Yəni, scaffolding daha geniş bir anlayışdır. Bax, scaffolding daha geniş bir anlayışdır. Diferensiallaşma isə scaffoldingə nisbətən daha dar anlayışdır. Və belə deyək də, scaffolding dərs prosesi, ümumi olaraq diferensiallaşma dərs prosesində olursa, scaffolding ümumi tədris prosesi zamanı baş verir və dediyimiz kimi diferensiallaşma scaffoldingə aiddir. Diferensiallaşma və scaffoldingin tam olaraq bir dənə qısa olaraq deyək. Deməli, scaffoldingə gələk burada nə olduğuna. Scaffolding hər hansısa fasilitator tərəfindən şagirdin hələ də öyrənə bilmədiyi hissələrdə nəyisə öyrətməkdir. Yəni, şagirdə müvəqqəti kömək eləmək deməkdir. Şagirdə müvəqqəti kömək olur scaffolding, amma şagirdə müvəqqəti köməyin, hansı köməyin lazım olduğunu biz öyrənirik harda? Biz öyrənirik diferensiallaşmada. Yəni, müəllim şagirdin marağını, təlim ehtiyacını bilməyi diferensiallaşmadırsa, ona kömək eləməyi, onun müvəqqəti olaraq kömək etməyi olur nə? Scaffolding. Deməli, müəllim şagirdə müvəqqəti olaraq kömək eləmək üçün onun ehtiyacını, nəyi bilib bilmədiyini, nəyi öyrənmək istədiyini bilməlidir ki, yəni diferensial olan formada yanaşmalıdır ki, müəllim şagirdə scaffolding eləyə, yəni müvəqqəti kömək eləyə bilsin. Və burada dediyimiz kimi oxşarlığı oldu nə? Oxşarlığı oldu eyni təlim nəticəsinə çatmağa nail olmaları, yəni hədəfə çatdırmaları. Hər ikisinin məqsədi diferensiallığın da məqsədi, scaffoldingin də məqsədi şagirdi təlim nəticələrinə çatdırmaqdır. Amma fərqləri nə oldu? Diferensiallaşma dərs zamanı olur, daha dar anlayışdır. Scaffolding isə daha geniş anlayışdır, tədris prosesi zamanı baş verir, ümumi olaraq tədris prosesində həyata keçirilir və diferensiallaşma scaffoldingə aid olan bir şey oldu. Dedik ki, scaffolding müvəqqəti körpü idi, şagirdə kömək eləmək idi, şagirdi harasa aparmaq idi tədris prosesi zamanı. Diferensiallaşma isə şagirdin nəyə ehtiyacının olduğunu bilməyimiz idi. Deməli, diferensiallaşma oldu harda? Scaffoldingin içində yer alan olduğu bir proses. Bugünkü dərsimiz oldu bu qədər. Deməli, biz bugünkü dərsdə öyrəndik nələri? Bugünkü dərsdə öyrəndik öyrənmə tərzlərini, yəni VAKO-nu. VAKO dediyimiz kimi vizual, audial, kinestetik və oxuyub yazaraq öyrənmə oldu. Bundan əlavə öyrəndik diferensial yanaşmanı. Deməli, diferensial yanaşma hər şagirdin
fərqliyini, xüsusiyyətlərini nəzərə almaq idi. Əgər müəllim fərqliyi və xüsusiyyəti nəzərə almırdısa, deməli differensiallığa əməl eləməmiş olurdu. Differensial təlimi həyata keçirmək üçün dedik ki, ilk öncə şagirdləri qiymətləndirməli idik, onların təlim məqsədlərini müəyyən etməli idik. Ondan sonra şagirdlərin xüsusiyyətlərini bilməli idik, onların hazırlıq səviyyələrini, maraqlarını və öyrənmə tərzlərini bilməli idik. Bundan əlavə dərsin bir neçə komponentində differensiallıq deyirdik ki, öz əksini tapır. Hansı komponentlərində? Məzmunda, prosesdə, nəticədə və qiymətləndirmədə. Ondan sonra baxdıq differensial təlimin hansı üstünlüklərinin olduğuna və baxdıq nəyə? Differensiallaşmanın skafoldinglə əlaqəsinə, hansı əlaqəsinin olduğuna. Bugünkü dərsimiz bu qədər. Növbəti dərslərdə görüşərik. Sağ olun.